Salam. Bu günlərin biz Səfəvi Osmanlı müharibəsinin başlanması haqqında mövzumuz olacaq. Mövzumuzun adı Səfəvi Osmanlı müharibəsinin başlanmasıdır. İlk Səfəvi Osmanlı müharibələri demək 1514 və 1555-ci illəri əhatə eləmişdi. Və bu müharibə ərzində iki dənə döyüşünü keçmişik. Biri Çaldıran döyüşüdür. Çaldıran döyüşü 1514-cü ildə. Digəri isə demək Buğurt qalasında keçən döyüş. Buğurt döyüşü 1554-cü illəri əhatə edibdir. Demək, bu müharibə başlamamışdan öncə hər iki tərəf bu müharibəyə çox güclü şəkildə hazırlaşırdı. Osmanlı Sultanı II. Bəyazid, hansı ki 1481-1512-ci illərdə hakimiyyətdə olmuşdu. O öz hakimiyyəti illərində Səfəvi dövlətini tanımışdı. İsmayılı hökmdar kimi, Şah 1. İsmayılı hökmdar kimi tanımışdı, onunla dostluq əlaqələri yaratmışdı. Lakin 2. Bəyazid öldükdən sonra taxta onun oğlu Sultan 1. Səlim gəlir 1512-1520-ci illərdə. Deməli, bu dövrlərdə, yəni bu dostluq, gözəl münasibət davam etməmiş, əksinə pozulmuşdu və fasilələrlə 200 ilə yaxın davam edən Səfəvi Osmanlı müharibələri başlamışdı. Səfəvi Osmanlı müharibəsinin səbəbləri var idi. İlk öncə gəlin səbəblərini araşdıraq. Səbəbi nə idi? Osmanlının deməli sərhədləri Şərqi Anadoluya doğru genişləndirmək istəyirdi və burada xəritədə görürsünüz, Şərqi Anadoluya doğru genişləndirmək istəyirdi. Lakin Osmanlının Azərbaycandan keçən ticarət yollarına həm də nəzarət etmək istəyirdi. Səfəvilərin Azərbaycanda Şərqi Anadoluda mövqeyini möhkəmləndirmək istəməsi bunun qarşısını alırdı. Yəni bu istəklərlə kəsişirdi və həm də Səfəvi dövlətinin Şərqi Anadolu torpaqlarında apardığı uğurlu yürüşlər, o torpaqları ələ keçirməsi və get-gedə də yüksəlməsi, güclü bir dövlətə çevrilməsi əlbəttə ki, Osmanlı dövləti öz yaxınlığında demək, belə bir dövlətin güclənməsini istəməzdi və ona görə də bu müharibənin səbəbləri hesab olunur. Demək, müharibənin ərəfəsində, yəni ərəfə nə deməkdir? Ərəfə başlanmadan öncə hər iki tərəf hazırlıq görürdü bu prosesə və ona görə də gəlin baxaq Osmanlı Sultanı 1. Səlimin tədbirlərinə. 1. Səlim neynədi? 1. Səlim Macaristan və Venesiya ilə sülh bağladı, Şeybanilərdən yardım vədi aldı. Şeybanilər kimlər idi? Şeybanilər müasir Özbəkistanın ərazisi. Burada isə, yəni bizim demək gördüyümüz ərazidə Xorasanın sahibləri idi. Bax, bu ərazilərin sahibləri hesab olunurdu. Bu Xorasan ərazisinə sahib olmuşdular və bildiyimiz kimi 1510-cu ildə bu torpaqları itirmişdilər. Hansı döyüşdə? Mərv döyüşündə itirmişdilər və ona görə də o torpaqları geri qaytarmaq istəyirdilər. Və onlardan yardım vədi aldı və bununla Sultan Səlim nəyə ümid eləyirdi? Ümid eləyirdi ki, Səfəvi dövlətini iki cəbhədə vuruşmağa məcbur eləyəcəkdir və Səfəvi dövləti də iki cəbhədə vuruşmaqdan deməli əziyyət çəkəcək və tezliklə məğlub olacaqdır. Bax, buna ümid eləyirdi. Sonra neynədi? Göstəriş verdi ki, bütün məscidlərdə, nə bilim, dini məclislərdə öz üləmalarına, yəni müsəlmanların din xadimlərinə göstəriş verdi ki, qızılbaşları deməli kafir elan etsinlər. Bildiyimiz kimi Osmanlı dövləti Sünni təriqəti idi, Səfəvi dövləti Şiə təriqəti idi və Sultan Səlimin göstərişi ilə üləmalar
Şiə təriqətini dindən çıxma, kafir elan etdilər və onlara qarşı aparılacaq müharibəni cihad elan etdilər və məlum məsələdir ki, müsəlmanların müharibəsində cihadda şəhid olanların çox yüksək məqama gedib çıxması var və bunu dini don geyindirdi də, belə deyək. Başladacaq müharibəyə dini don geyindirdi Sultan 1-ci Səlim. Gəlin baxaq demək Səfəvi hökmdarı Şah 1-ci İsmayılın tədbirlərinə. Demək o neynədi? Ağqoyunlu Həsən Padşah kimi Avropa ilə diplomatik münasibətlər yaratmağa təşəbbüs etdi. Onun əsas diqqəti ora yönəlmişdi ki, Avropadan odlu silahlar alsın, ordusunu gücləndirsin və ticarət əlaqələrini genişləndirməyə həvəs etdi. Bu məqsədlə də Roma papasına və Venesiyaya məktublar göndərdi. Lakin təəssüflər olsun ki, o nəticəsiz qaldı. Babası Ağqoyunlu Həsən Padşahla, yəni bunun oxşar cəhəti odur ki, Avropadan deməli vədlər alsa da, bu vədləri Avropa yerinə yetirmədi. Hətta yadınızdadırsa 1510-cu ildə Portuqallara deməli Hörmüz körfəzində yerləşməyə icazə vermişdi. Demək, Hörmüz körfəzində icazə vermişdi ki, Portuqallar gəlib, demək, burada yerləşsinlər. Gördüyünüz kimi, bax, bu ərazidə Hörmüz körfəzi və Portuqalları burada yerləşdirməyə icazə vermişdi. Lakin Portuqallar burada vəd verdilər, gəlib yerləşdilər və Portuqalların Hörmüz körfəzinə yerləşməsi ilə Səfəvilərin Hind okeanına yolu bağlandı və oradan gedən ticarət əlaqələri kəsildi. Lakin buna baxmayaraq, onlar öz vədlərinə əməl etmədilər. Demək, Roma papası nəyə ümid edirdi? Gəlin orada bir tərəf kimi baxaq. Roma papası bilirik ki, katoliklərin rəhbəri idi, xristian kilsəsinin, katolik kilsəsinin rəhbəri idi və iki müsəlman dövlətin, iki türk dövlətinin bir-birinə qarşı hərbi əməliyyatlar aparmasını o öz fikirlərində, söylədiyi fikirlərdə belə adlandırmışdı. Allahın xristian dünyası üçün yaratdığı bir fürsət kimi dəyərləndirmişdi. İndi gəlin baxaq müharibənin başlanmasına. Müharibə 1514-cü ildə başladı. 1514-cü ilin avqustun 23-də Maku yaxınlığında başlamışdı. Bu döyüşdə əlbəttə ki, gəlin buranı təmizləyək. Demək, bu döyüşdə əlbəttə ki, Osmanlı qoşunları həm çox gözəl silahlanmışdılar, onların odlu silahları var idi. Həm də müharibələrdə onlar artıq pişmişdilər, yəni güclü bir ordu qurmuşdular, təcrübə əldə etmişdilər. Və əlbəttə ki, bu döyüşlərdə baxmayaraq ki, İsmailin müridləri, Şah İsmailin müridləri demək, döyüşə can atırdılar, döyüşməyə can atırdılar. Lakin həm silahlı, odlu silahlara sahib olan Osmanlı qoşunu, həm də onların üstünlüyü səbəb oldu ki, o Çaldıran döyüşündə 1514-cü ilin avqustun 23-də baş vermiş Çaldıran döyüşündə deməli Səfəvi ordusu məğlub oldu və beləliklə 1-ci Səlim Təbrizi ələ keçirdi, lakin Səfəvilərin yeni hücum təhlükəsi və əsgərlər arasındakı narazılıqlar səbəbilə geri döndü. Burada diqqəti nəyə çəkmək istəyirəm? Niyə əsgərlər narazılıq eləyirdi? Əsgərlər biləndə ki, qarşı tərəfdəki cəbhədə orada da müsəlmanlardır, türklərdir, soydaşlarıdır və onlar oradan savaşmaqdan çəkindilər. Hətta demək, olan bizdəki məlumatlarda deyirdilər ki, onlar ərizə yazmışdılar 1-ci Səlimə və söyləmişdilər ki, bizim fanatik üləmalar bizi xəbərdar etmədilər. Yəni, üləmalar din xadimlərini deyir. Çünki üləmalar söyləmişdilər ki, bəs onlar kafirdirlər, dindən çıxıbdılar, onlara qarşı savaş, cihaddır və s. Yəni, deyir ki, bizi xəbərdar etmədilər, müsəlmanları öldürmək üçün bizi təhrik etdilər. Həqiqət isə budur ki, biz onlara qarşı savaşmayacağıq. Nəysə, bu müharibədə qalib gələn Osmanlı qoşunu
Yəni növbəti o da döyüşə girməkdən çəkindi və Təbrizi tərk etdi. Lakin tərk edərkən Təbrizi çoxlu sayda özü ilə bərabər sənətkarlar aparmışdılar. Təbrizdən diqqəti çəkmək istəyirəm ki, Monqolların ikinci yürüşündə və Teymurun yürüşündə də Təbrizdəki sənətkarlar buradan aparılmışdı. Yəni öz ölkələrinə aparmışdılar. Osmanlı qoşunu Mosula qədər ki, cənub-qərbi Anadolunu və cənubi-qərbi Qafqazın geniş ərazilərini ələ keçirdi. Bax, burada görməkdəsiz, bax, bu ştrixlənmiş ərazilər Osmanlı ordusunun ələ keçirdiyi ərazilərdir. Bax, bu ərazilər, yəni Osmanlı qoşunu tərəfindən ələ keçirilmişdir. Və burada Osmanlı dövləti yaxın və orta şərqdə nəticə oldu ki, Osmanlı yaxın və orta şərqdə öz mövqeyini möhkəmləndirdi. Demək, döyüşdən sonra Səfəvi qoşunları qisas almaqdan ötürü bir neçə dənə həmlə etdi və bu həmlələr, bu yürüşlər uğursuzluqla nəticələndi və nəticədə Sultan 1. Səlim öz ordusu ilə Azərbaycanın torpaqlarını tərk edib getdi. Yeri gəlmişkən söyləyim ki, bu döyüşlər Azərbaycan torpaqlarında gedirdi. Səfəvi və Osmanlı arasında gedən döyüşlər və hər ikisi Azərbaycanın yəni belə deyək də, Azərbaycanın sərvətlərinə yiyələnmək istəyirdilər. Bir sözlə 1514-cü ildə belə başlayır, 1512-ci ildə Sultan belə 1524-cü ildə daha doğrusu Şah İsmayıl vəfat edir və bir şey də deyim ki, Şah İsmayıl bu döyüşdə öz itirdiyi yoldaşların ölümü ilə bağlı sarsılmışdı və bir daha heç bir müharibədə Osmanlıya qarşı heç bir hərbi əməliyyatda iştirak etmədi və ömrünün axırına qədər şairliklə, yazı ilə məşğul olmuşdu və 1524-cü ildə dünyasını dəyişdikdən sonra hakimiyyətə Şah 1. İsmayılın az yaşlı, yəni kiçik yaşlı, 10 yaşlı oğlu 1. Təhmasib gəldi. Təhmasibin hakimiyyət illəri 1524, demək ki, burada qeyd edək, 1524-dən 1576-cı ilə qədər hakimiyyətdə olmuşdur və onun hakimiyyəti illərində o təzə hakimiyyətə gələndə Şah 1. Təhmasib onun uşaq olmasından istifadə edərək Qızılbaş əmirləri arasında çəkişmələr başladı. Bu çəkişmələr mərkəzi hakimiyyəti zəiflətdi. Lakin yaşa dolduqdan sonra dövlət idarəçiliyini tamamilə ələ alan Təhmasib özünü tədbirli və uzaq görən hökmdar kimi göstərdi və yəni apardığı bu tədbirlər nəticəsində daxili çəkişmələrə və qiyamlara son qoydu, mərkəzi hakimiyyəti gücləndirdi. Və belə bir halda, yəni bu ataların başlatdığı müharibələri oğullar davam elədi. Belə desək, çünki 1500 deməli 20-ci ildə Sultan Səlim vəfat etmişdir və hakimiyyətə onun oğlu Sultan 1. Süleyman gəlmişdir. 1520-1566-cı illərdə hakimiyyətdə olmuşdur Sultan 1. Süleyman və bir şey qeyd etmək istəyirəm ki, Sultan Süleymanın dövrü Osmanlı tarixinin möhtəşəm dövrü, çiçəklənmə dövrü, nə bilim mən, yəni ən gözəl dövrü hesab olunur, ən güclü dövrü hesab olunur və bu dövrdə də yeni yaranmış bir Səfəvi dövlətinin üzərinə Osmanlı Sultanı 1. Süleyman düz 4 dəfə yürüş etmişdir. Gəlin bu yürüşləri bir-bir incələyək. Demək, 16-cı əsrin yəni bizə testlərdə düşəndə ki, Səfəvi-Osmanlı müharibələri nə vaxt başladı? Mən sizin diqqətinizi çəkmək istəyirəm ki, yəni kitabınızda yazılıbdır, 16-cı əsrin 20-ci illərindən başlamışdır. 20-ci illərinin sonundan başlamışdır. Sonundan etibarən 1. Süleyman Səfəvilərə qarşı fəal hərbi əməliyyatlara başlamışdı və bu əməliyyatlardan, yəni böyük bir yürüş şəklində olan
1534-cü ildə birinci yürüş hesab olunur. Demək, birinci yürüşündə bu zaman 1-ci Təhmasib Xorasanda özbəklərlə müharibədən istifadə etdi. 1-ci Təhmasib Xorasanda özbəklərlə müharibə aparmasından Sultan 1-ci Süleyman istifadə etdi və demək, Səfəvi torpaqlarına yürüş etdi. Bu zaman güclü Osmanlı qüvvələrinə qarşı Şah 1-ci Təhmasibin əmri ilə yandırılmış torpaq taktikasından istifadə olundu. Bu taktika nə deməkdir? Bu taktika nəyə əsaslanır? Bu odur ki, bu qərb sahillərindəki, sərhədlərindəki, bax buradan gedir söhbət, qərb sərhədlərindəki, o cümlədən Təbriz ərazisindən insanları içəriyə doğru, ölkənin içərilərinə doğru köçürdülər. Daşına bildiklərini daşıdılar, daşıya bilmədiklərini, taxıl anbarlarını, nə bilim, malqaranı və s. Od vurub yandırdılar, su quyularını torpaqla doldurdular ki, düşmənin əlinə heç nə keçməsin və əlbəttə ki, onlar Süleyman böyük bir ordu ilə gəlirdi və o ordunun təminatı var idi, yeməsi, içməsi var idi və bütün bu yeməkdən, içməkdən məhrum qalan Səfəvi qoşunu, belə üzr istəyirəm, Osmanlı qoşunu əlbəttə ki, burada çətinliklə qarşılaşacaqdı. Osmanlılar Təbrizi ələ keçirdilər keçirməyinə, lakin Azərbaycanı və Təbrizi tərk etməyə məcbur oldular. Hansı səbəblərə görə? Səbəblər aşağıdakılardır. Əlbəttə ki, ilk olaraq ərzaq çatışmamazlığı, yuxarıda qeyd etdiyimiz səbəblərə görə ərzaq çatışmamazlığı, susuzluq, heyvanların və özlərinin yeməksiz, susuz qalması, qışın yaxınlaşması, əhalinin şiddətli müqaviməti səbəblərindən, bax bu yuxarıda qeyd etdiyim 3 əsas səbəbə görə Osmanlılar demək Səfəvi torpaqlarını tərk etməyə məcbur qaldılar. Qayıdarkən isə Bağdadla birlikdə Ərəb İraqını tutdular. Sonradan burada qışlayaraq növbəti il Azərbaycana yenidən yürüş etdilər. Testlərə sizə düşdükdə demək Osmanlıların Bağdadı fəth eləməsi və yaxud Səfəvilərin Bağdadı itirməsi 1534-cü il götürəcək. Növbəti il demək Osmanlı qoşunu deməli hücum elədi yenidən Səfəvi torpaqlarına. Demək 535-ci ildə oldu növbəti yürüşü. 1535-ci ildə gəldi. 1535-ci ildə yadımıza salırıq Osmanlı dövlətindən. İlk növbədə onu deməliyik ki, Osmanlılar 1535-ci ildə Fransa ilə kapitulyasiya imzaladılar. Yəni Fransa dövlətinə Osmanlı ərazisində, tacirlərinə daha doğrusu Osmanlı ərazisində demək güzəştli ticarət təklif etdilər. Yəni bu kapitulyasiya əsasən. 1535-ci ildə yenə Təhmasib, Şah 1-ci Təhmasib, Səfəvi şahı hərbi strateji tədbirlər gördü, əhalini Təbrizdən köçürtdü, əkin sahələrini yandırdı, suvarma kanallarını sıradan çıxartdı, kəhrizləri dağıtdı və Sultan Təbrizə daxil olur. Sultaniyədə Osmanlıların şərqə irəliləməsinin qarşısı Səfəvilər tərəfindən alınır. Həmin ildə, yəni 1535-ci ildə Səfəvi və bu əvvəllər uşaqlar ümumi tarix kitabında yazılırdı. İndi artıq Azərbaycan tarixində də yazılır. Səfəvi və Osmanlılar arasında demək Həmədan döyüşü baş verir və bu Həmədan döyüşündə Osmanlı ordusu məğlubiyyətə uğradılır Səfəvilər tərəfindən. Onların geri çəkilməsinə məcbur edilirlər. Osmanlı qoşunu Azərbaycanı tərk edir. Səbəb də yenə birinci yürüşdə olduğu kimidir. Aclıq, səfalət, xəstəlik, orduda olan nizamsızlıq və s. bu səbəblərdən, yəni Həmədan döyüşündən də sarsılmış qoşun geri qayıtmağa məcbur olur. Ondan sonra deməli bir neçə tarixi hadisələr baş verir. O cümlədən Səfəvilərin ərazisində də bir neçə tarixi hadisələr baş verir. Belə ki, demək Şirvan hakimi Şah 1-ci Təhmasib öz qardaşı Əlqas Mirzəni 1538-ci ildə Şirvana göndərir. Əlqas Mirzə gəlir, sonuncu
Şirvan hakimi, Şirvanşah deməli Şirvanşahı tutub aparıb edam edirlər və bundan sonra deməli Şirvanşah edam edildikdən sonra buranın birinci hakimi, yəni burada sonuncu Şirvanşah Şahruxun edam edilməsindən sonra bura öz qardaşı Əlqas Mirzəni hakim təyin eləyir. Şirvanın hakimi olur, bəylər bəyi olur daha doğrusu. Və bir müddətdən sonra Əlqas Mirzə qiyam qaldırır öz qardaşına qarşı və Şirvanı müstəqil idarə etməyə can atır. Lakin demək Şah 1-ci Təhmasib onun üzərinə qoşun göndərir və Əlqas Mirzə burada qiyam yatırılır. Lakin Əlqas Mirzə qaçmağa müvəffəq olur və qaçaraq Sultan Süleymana sığınır və onun məhz Əlqas Mirzənin təhriki ilə Səfəvilərin ikinci yürüşü, belə üzr istəyirəm, üçüncü yürüşü, Osmanlıların Səfəvilər üzərinə üçüncü yürüşü baş verir və Osmanlılar yenidən 1548-ci ildə demək Səfəvilər üzərinə yürüş eləyirlər və bu yürüşdə yenə də Təhmasib birinci və ikinci yürüşdə olduğu kimi eyni ilə yandırılmış torpaq taktikasından istifadə edir. Birinci Süleyman Təbrizi tutur, lakin 4 gün sonra Təbrizi tərk etməyə məcbur olur. Yürüş uğursuzluqla nəticələnir. Əlqas Mirzə əsir alınaraq, yəni Səfəvilər tərəfindən əsir alınaraq edam edilir. Bax, Əlqas Mirzənin qiyam qaldırması, öz dövlətinə qarşı qiyam qaldırması, gedib demək Osmanlı sultanına sığınması bizə demək Ağqoyunlu Həsən padşahın oğlu 1474-cü ildə Uğurlu Məhəmmədin qiyam qaldıraraq öz atasına qarşı qiyam qaldırması və gedib Sultan II Mehmetə sığınaraq onun qızı ilə evlənir və sonradan onların izdivacından dünyaya gələn Gödək Əhmədin gəlib demək Ağqoyunlu dövlətin qısa müddətdə idarə etməsinə səbəb olmuşdur. Bax, bu da yəni oxşar bir hadisədir. Yəni qiyam qaldırması və Osmanlıya sığınması Ağqoyunlu Həsən padşahın oğlu Uğurlu Məhəmmədlə demək Səfəvi 1-ci Təhmasibin qardaşı Əlqas Mirzə üçün oxşar cəhət təşkil edir. Bunu da yadımızda saxlayaq. Sonra deməli bu yürüşdə, məhz elə bu yürüşdə Səfəvilər əks hücuma keçirlər. Bu əks hücum 1552-ci ildə baş verir. 1552-ci ildə baş verir və burada demək Səfəvi qoşununa rəhbərlik eləyir Şah 1-ci Təhmasibin qardaşı, əstəğfurullah, oğlu demək İsmayıl Mirzə. İsmayıl Mirzə deməli əks hücuma keçir, demək Şərqi Anadoluya yürüş eləyir, Muşa qədər əraziləri və məntəqələri dağıdır və demək burada məqsəd nə idi? Nədən ibarət idi? Məqsəd o idi ki, Şərqi Anadolunun Səfəvi dövləti ilə həmsərhəd bölgələri Osmanlı qoşun irəliləməsi üçün mümkünsüz hala gətirmək, barışıq təklifləri israrla rədd edən Osmanlı sultanını barışıq masasına oturtmağa məcbur etməkdən ibarət idi. Demək, amma mən sizə bir dənə də nüansı deyim ki, məsələn, köhnə kitablarda bu 1552-ci il yürüşünü, yəni əks hücumu yazırdılar ki, Şah 1-ci Təhmasibin oğlu İsmayıl Mirzə başçılıq etmişdir. Amma indi yeni kitablarda elə yazmırlar. Yeni kitablarda yazır ki, Şah 1-ci Təhmasibin başçılığı ilə, Şah 1-ci Təhmasibin özünün başçılığı ilə yazır. Sonra gəldi Sultan Süleymanın sonuncu və demək 4-cü yürüşünə. 4-cü yürüşü neçənci ildə baş vermişdir? Demək 4-cü yürüş baş vermişdi 1554-cü ildə baş vermişdir və 1-ci Təhmasib yenə də 1, 2 və 3-cü yürüşlərdə olduğu kimi yandırılmış torpaq taktikasından istifadə etdi. Şahın əmri ilə İrəvan, Naxçıvan, Qarabağdan əhali başqa yerlərə köçürüldü. Bax, digər yürüşlərdə bu şəhərlərin adını çəkmir bölgələrin, lakin burada çəkir. Deməli, söhbət gedir İrəvan, Naxçıvan və Qarabağın ərazisindən əhali köçürülür, başqa yerə köçürülür. Buğurt qalası yaxınlığında döyüş baş verir.
Bu hadisə uşaqlar olubdu Buğurt qalası yaxınlığında, yəni 1554-cü ildə Buğurt qalası yaxınlığında baş verən döyüşdə demək Osmanlı qoşunu məğlub edilir. Mən bayaqları dərsimizə başlamamışdan öncə mən sizə söyləmişdim ki, Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsi 1514-1555-ci illəri əhatə edir və bu müharibənin içərisində biz 2 dənə döyüşün adını çəkirik. Hansı ki 1514 Çaldıran döyüşüdür. Osmanlıların qalibiyyəti ilə başa çatmışdı. Bir də 1554-cü il, yəni 40 il sonra baş verən Buğurt döyüşüdür ki, hansı ki o da Səfəvilərin qalibiyyəti ilə başa çatmışdı. Sultan 1. Süleyman Naxçıvanı tutur. Deməli, lakin canlı qüvvə və kəskin ərzaq çatışmamazlığı səbəbilə geri çəkilməyə məcbur olur və 1554-cü il yürüş zamanı Sultan 1. Süleyman Naxçıvanı yandırıb geri dönür. Yəni hirsindən, qəzəbindən əli boş qalır deyə Naxçıvana od vurub qayıdır və hətta bu hadisə haqqında Osmanlı tarixçisi Peçevi yazırdı ki, yanğın tüstüsündən gündüz gecəyə çevrilmişdi. İnsanlar dəhşət içərisində yanğın olan yerlərdən qaçırdılar. Nəhayət gözlənilən an baş verdi. Belə ki 1555-ci ildə, deməli may ayının 29-unda deməli Amasya sülh müqaviləsi bağlanır. Amasyada bu Amasya sülhü ilə deməli Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsi başa çatır. İndi gəlin baxaq görək Amasya sülh müqaviləsinin şərtlərində nə deyilirdi? Amasya sülh müqaviləsinin şərtlərinə baxaq. Deməli şərti nədən ibarətdir? 2 əsas şərti var. Birinci şərti nədən ibarətdir? Səfəvilər bütün Azərbaycanı və Şərqi Gürcüstanı əllərində saxladılar. Bax, çox önəmlidir. Bütün demək Azərbaycan və Şərqi Gürcüstan. Bu müqaviləni yadınızda saxlayın, çünki indən belə bağlanan müqavilələrin şərtlərində bunlar təkrar olunacaqdır. Gürcüstan, Azərbaycan və bütün Gürcüstanı Səfəvilərin əlində qaldı. İkinci şərti nədən ibarət idi? Qərbi Gürcüstan, Bağdad, deməli, daxil olmaqla Ərəb İraqı Osmanlılarda qaldı. Demək, Bağdad daxil olmaqla Ərəb İraqı Osmanlılarda qaldı. Demək, bu da bizim Səfəvi Osmanlı müharibəsinin demək birinci mərhələsi başa çatdı və gördüyünüz kimi Azərbaycan Səfəvilərin əlində qaldı. Və burada nəyi qeyd etmək lazımdır? Qeyd etmək lazımdır ki, dəfələrlə, yəni 4 dənə yürüş nəticəsində paytaxt Təbriz yandırıldığına görə, demək, Şah 1. Təhmasib paytaxtı Təbrizdən Qəzvinə köçürdür. Deməli, testlərdə biz rastlaşacağıq. Paytaxtın Qəzvinə köçürülməsi, sonluğu nə? Qəzvinə köçürülməsi 1555-dir. Qəzvindən köçürülməsi 1598-dir. Bax, bunu çox diqqətlə yanaşaq bu məsələyə. Ən çox uşaqların düşdüyü tələ bundan ibarət olur. Demək, biz burada qeydimizi davam eləyək, fikirlərimizi yekunlaşdıraq artıq. Demək, nə deyirik? Birinci Səfəvi Osmanlı müharibəsində demək, biz bayaqlarım söylədik 2 döyüş, lakin 3 dənə döyüş, biri də var. Əgər yadınızdadırsa, mənə diqqətlə qulaq asırdınızsa, biz unutduq bayaqları demək. Deməli, 1535-ci ildə də bir döyüşümüz var, Həmədan döyüşü. Belə çıxır ki, deməli, biri Çaldıran 1514, biri Həmədan 1535, biri də Buğurt 1554.
Buğurt 1554. Deməli, bu döyüşlərdə Həmədan və Buğurt döyüşlərində Səfəvilər qalib gəlmişdi, Çaldıranda isə məğlub olmuşdu. Sonra demək, biz Şah 1-ci Təhmasibin Azərbaycanı vahid halda birləşdirməsi prosesinə də nəzər salaq. Artıq bilirik ki, 1501-in payızında Şah 1-ci İsmayıl dövlətin əsasını qoydu. Lakin Ağqoyunlarla apardığı müharibə səbəb oldu ki, o Azərbaycanın vahid halda birləşdirməsini başa çatdıra bilmədi. Şah 1-ci Təhmasib, belə üzr istəyirəm, İsmayıla bu nəsib olmadı. Lakin onun işini öz oğlu Şah 1-ci Təhmasib davam elədi. Yarımçıq qalmış işini. Belə ki, Şirvanın hakimi Şirvanşah 2-ci Xəlilullahın ölümündən sonra 1535-ci ildə ölmüşdür. Sonuncu Şirvanşah hökmdarı Şahruxun dövründə dövründə qarışıqlıqlar, üsyanlar baş verdi və bu üsyandan istifadə edən Şah 1-ci Təhmasib 1538-ci ildə qardaşı Əlqas Mirzəni göndərir və Buğurt az sonra isə Buğurt qalasının mühasirəsinin uzun çəkməsi səbəbilə özü də qardaşına köməyə gedir, Şirvana yürüş eləyir. 1-ci Təhmasibin qüvvələrinin Şirvana ilk yürüşü nəticəsində Buğurt qalası tabe edilir. Şirvanşahların buradakı xəzinəsi ələ keçirilir. Şahrux Təbrizə aparılaraq edam edilir. Şirvanşahların və yerli əyanların əmlakı müsadirə olunur. Dərbəndlər sülaləsinin hakimiyyətinə son qoyulur. Biz bilirik ki, Dərbəndlər sülaləsi demək 1386-cı ildə 1-ci İbrahimlə hakimiyyətə gəlmişdir və 1538-ci ildə sonuncu hökmdar Şahruxla başa çatmışdır. Deməli, burada Şirvanşah dövləti süqut etdi, Səfəvi dövlətinə birləşdirildi. Əlqas Mirzə Şirvanın ilk bəylərbəyi təyin edildi. Lakin 1547-ci ildə Əlqas Mirzə mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdı və özünü Şirvanın müstəqil hakimi elan etdi. Lakin Şah 1-ci Təhmasib Şirvana qoşun göndərdi, qiyamı yatırtdı, bayaq söylədik. Əlqas Mirzə isə Şirvana qaçdı. Və beləliklə Şirvanşahlar dövləti tabe edildi. Yalnız qalmışdı burada Şəki hakimliyi. Hansı ki, Şəki hakimliyi də demək 1551-ci ildə demək tabe edildi Təhmasib tərəfindən. Şəki hakimliyinin müstəqilliyinə son qoyuldu. Deməli, sonuncu Şəki hakimi Dərviş Məhəmməd öldürüldü. Toyğun bəy Qacar, demək burada nə deyirik? Toyğun bəy Qacar Şəkinin ilk demək hakimi oldu. Qızılbaş hakimi oldu. Bax burada Qızılbaş söhbətini mütləq demək qeyd edirik ki, Şəkinin ilk Qızılbaş hakimi Toyğun bəy Qacar oldu. Bura yazaq bir dənə Şəki. Deməli, beləliklə Şah 1-ci Təhmasibin uğurlu dövlətçilik siyasəti nəticəsində diqqət edirik. Deməli, ilk növbədə bütün Azərbaycan dövləti vahid halda birləşdirildi. 1. Sonra vahid Azərbaycan dövlətinin yaranması prosesi başa çatdı. 2. Yəni sizə testə düşsə ki, gələcək zamanda testə düşsə ki, Azərbaycanın birləşdirilməsini başladıbdı, biz götürəcəyik Şah 1-ci İsmayılı. Bəs Azərbaycanın birləşdirməsinin başa çatdırıbdı, biz götürəcəyik Şah 1-ci Təhmasibi. Deməli, ölkə vilayətlərin vahid dövlətin tərkibinə qatılması nəticəsində Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərdi, mədəni etnik birlik gücləndi. İndi gəlin baxaq Azərbaycanı vahid dövlətdə birləşdirənlərimizə. Burada Saci dövlətimiz var. Demək, Saci dövlətimiz var. Saci dövləti Yusif ibn Əbu Sacdır birləşdirmişdi. Sonra Salarilər, hətta diqqətinizi çəkim ki, Saci dövləti Azərbaycanı vahid halda birləşdirən ilk etnik vahid dövlətimizdir. Salari dövləti Mərzban ibn Məhəmməddir ki, o birləşdirmişdi növbəti dəfə. Salarilər dövləti 941-981-ci illərdə mövcud olmuşdur. Eldənizlər dövlətində Şəmsəddin Eldəniz idi ki, 1136
ildə dövləti yaratdı. 1157-ci ilə qədər dövlət mövcud olmuşdur. Deməli, Eldənizlər dövləti 1136-da yaranmış, 1225-ə qədər mövcud olmuşdur. Səfəvi dövləti 1-ci Təhmasibin dövründə birləşdirilməsi başa çatmışdır. Belə, yəni bugünkü dərsimiz bu qədər. Mənim dərslərimi dinlədinizsə, bura qədər gəlib çatdınızsa, yəni bəyənmə işarəsini, butonunu basın və bizi takib edin. Etsəniz çox minnətdar olarıq. Təşəkkür edirəm diqqətinizə görə. Xudahafiz.